Yani Vurdun. Kime tüpürürsen? Allah bura uşağa şey elədim. Qulağa kimdir? Hələ heç adını zaten bilmirəm, amma 31 yaşı var onu bilirəm ki. 1 yaş məndən böyükdür. 31. Hə. 1 yaş səndən böyükdür, yoxsa 10 Evet. yaş səndən balacadır? Yo, 1 yaş məndən böyükdür. Onu harda tapmısan? Səni ant verəm Allaha. Şoförlü xanım tapıb. Cəsarət, çox sabır. Yəni bizə də tapsın da o ay şoförlü xanım. Söyləmə, yaxşı. Bu nə deyirəm ki, biz də insanıq da, biz də ana doğub da. Nə dəxli var ki? Xəstə deyil. Görməmsən heç. Yo, orada görəcəm inşallah Orxan. Görmədiyin insana eti gəlsən. Deyir, yaxşıdır, bir elə mala qaraya bax. Mənə nə lazımdır? Gəlsin ki, teyoxların yerinə dana. Yine teyoxsa təyib şey eləyətmir. Neyinə mən manikürlü, pürkürlünü? Yəni görmədiyin insana elçi gedirsən sən. Və qardaşım gedib görərlər də, gedib görəcəm. Bəyənəcəm, bəyənməyəcəm. Elə də danışırsan ki. Niyə bir şəkli zadın göndərmişsən? Deyir, atmır da, elə insan deyil. Kənd xanımı da olmur, atmır. Onda şəkil zad çəkmirdi o. Hə, çəkmir də. Onda o düz o şeydir. Hava aldı onu. Əgər elə xasiyyətləri varsa, boyu zadı nədir deyiblər heç olmasa? Yo, indi gedəndə baxacağım da. Amma məni izləyirlər də, görüblər. Evli olmayıb? Yo, qız uşağıdır. Dul zaddır? Yo. Nə yaxşı. İkimizdə subay, ikimizdə indi şey. Nə yaxşı, sevindim. Heyecanlanmışam, Orxan, Allah'ım dostum. Elçiliyə kimlə gəlsən? Gələcəm ora, mən apararsan şeyə. Qəşək, o nədir onun adı? Qəşək ağappaq rubaşka, bir də qara şalvar, bir də tokka, bir də qara ayaqqabı. Sonra? Sonra heç nə. Bir dənə də Nivea'nın qoltuq altısını alarıq. Da Nivea vuracaq. Nə elçiliyə gedirsən? Orada niyə qoltuq altı inəyəcəklər? Xəstəsən sən. Orada birinci sən. Duxu burada. Duxun bahadır. Duxu heç də, duxu heç. Sən ora bilsən nə giyin? İtalyanski pencək götür, İtalyanski pencək götür, eşitirsən mən? Heç kostyuma ehtiyac yoxdur. Kostyuma ehtiyac yoxdur, and ola Allaha, bax. Boz rəng, bir kostyum. Qırmızı qalçığın ənən geyinər, mən geymərəm qırmızı qalçıq. Mənə qulaq as. Boz rəng bir dənə pencək. Pul xərcləyəsən almağa, yoxsa özünə pul xərcləyəsən ona görə? Reklama verməyəcəklər, reklam eləyim. Nə reklama? Pencək alırsan özünə. Xoş deyil. Pencəyi neyinəm, yan günüdür. Başqa alacağım. Niyə xəş demirəm, mən sizə mən xımışəm. Mən xəş deyəcəm dana, kim xəş deyəcək? Bir də muşluq eləyərsən də. Yo, mən əl açığam. Bəyənir. Hə? Bəyənir. Bəyənib ki, deyir, razıdılar da gəlməyimə. Toyzadı, toyumuza da Manaf Ağayev gələcək. Nə bilirsən? Xanım özü dedi, şoförü xanım. Bu kameranı görməklər açırlar az. Ay böyle, buna kız, ay. Nə olur? Heç nə, deyirəm, Allah səni xoşbəxt eləsin. Heç olmasa yaraşırsınız mı? Deyiblər, yaraşırsınız. Ya, aynı onu almışam, bitirməz adını. Şəpit aldım qara. Sonra, görün bunlar nə var kardeşim. Dükkandayım da, na? Uşağımı yazır, uşağımı. Yaraşıqam benim. Heç inanmağım ki, gözüm aydın. İndi orada nə axtarsan? Harda? İndi orada nəyə baxsan? Bu saatlara baxıram, görüm. Kişi saatlar var orada, onlara baxıram. Altda saatlar var, Mənim bir saatim var, verərəm sənə, taxarsan. Qəşəng saatim var, verərəm, taxarsan.
Oradan çıx. Çıx o saat. Göp başı çıxır elə bir saatlərdə. Neçədən oldu ha? İçirəm də lan. Neçədən oldu? Çox Allah mən suyu alanda. Saat vermə ayrılıqdır. Boş şeydir o. Kim ayrılıq deyəndə ki, kimlə mən bundan ayrılacağam, bu mənlə. Saatı mən buna hədiyyə verim, jest verirəm. Saat vermə ayrılıqdır. Deyim, teması ya Allah. Harada belə şeylər çıxardırsınız özünüzdən, mənə çatmır da. Çin yemək yox. Buyur. Nə pulum var? Ya. Nə qədər elədi? 24 olsun. Ədəvə də verərsiz də. Kartına. Orxan gözləmə ki, pulumu ödəyim, kartına, telefonla ödəyəcəm. Ödə. Emin ədəvəni gördün Emin. Gördün Emin ədəvəni. Heç nə deyim. Uşaqlar səhifə takibat. Buradan bir adlarınızı çəkəcəm. Çıxanda da qarşılıq verəcəm. Səhifə takibatı. Orxan ödədim, ta çıxdım halısın pulunu. Ədəvi götürdün əsas. Hay? Ədəvi götürdün ədəvi. Hə. Mənəm şallam ədəbəmə. İstəməyəndə vermirlər. Deyirəm halaldır ya Allah artıq. Nə bilim ya. Tapdın sən ki bu basa-basda. Yox bildim hər şeyi başa düşdüm abi. Otu maşını görüm. Maşının da var. Gəzdirərsən gəlin bacını orada. Niyə gəzdirmirəm ki? Sevgilim deyil. Heç də. Gəzdir. Alışverişimi elədim, keçə qaldı çörək, pamad aldın, hə aldım. Dədənə deyərsən gələr aparar. Eşit. Kakras içi də qıpqırmızı deyə. Maşına. Çikol çəkmişəm. Qara deyil, mən özüm elə çəkmişəm. Qızlar sevir için Sən qırmızı ödəmirsən, mən maşınları. qırmızını xoşlayıram. Bilirəm, qızlar için maşını, qırmızı maşını sevirlər. Elçiliyə kimdən gelsən? Elçiliyə Eldəniz gedəcəm, şoförü xanım gedəcək, bir də mən. Evdən istəyəcək səhər qızı. Yox, Allahın əmri Peyğəmbərin qəbri ilə mən istəyəcəm. Bax elə bil ki, sür də maşını sür. Bax qulaq as. Qızın atasıyam. Gəlmişsən yanıma. Hə. Qızla oturub. Hə, indi girmişəm içəri, dayanda cicim. Amma necə var elə deyirsən, de. Hə. Salam əleykum əmi. Nə gülürsən? Hə, aleyküm salam, yaxşı, sonra. Hə, Sonra. Hə, nə tərsiz? Sağ ol, siz necəsiz? Sonra. Buyur, nəyə gəlmişsən, Babək? Valla mən deyir, şoförü xanım gətiribdi, onunla gəlmişəm. Nəyə gətirib? Qızınıza baxmağa. Nədir, mal alırsan, mala baxırsan? Hə, belə elçi gedərlər, hə, məzələri sənsən cəmaatına. Ben nə deyəcəm ay qardanlar, nəyə gəlmişəm deyirsən, mən nə deyim? Yeməyə getməmişəm, istəməyə gəlmişəm də. Elə şey olur. Nətər olur ay Fəridə 100% bil ki, sənə o qızı verəcəklər orada. Yəni başqa cür olay. Sənə ay verəcəklər. Ay dədəsi sən, gəlmişəm qapına, salam əmi. Hə, Salam. salam, xoş gəlmişsiniz, buyurun oturun. Hə, Buyurun, hə. sual ver də, mən də mənə deyirəm də, haranı oxumusan, harda işləmişsən, birinci ilə deməyəcək ya nəyə gəlmişsən.
Qapıma gələnə mən niyə o suallar verməliyəm ki? Qapıma Niyə gələn mən bir bu- məqsədin desin də, nəyə gəlmisən? Bu yaz kızını mənə versən, bəlkə maraqlanmayasa mənim nəyim var, nəyim yoxdur. Mən vermirəm sənə qızımı. Sən kimdir ki, mən sənə qız verirəm? Sən nəyə gəlmisən? Bir özünü təqdim elə görüm. Sən kimsən hələ? Tanımıram səni. Mən TikToker, Cabbarı Babək. Aha, lap yaxşı. Buyur baba. Ha, ha. Kızınız deyiblər ki, belə bir kənddə qızı var. Qoçaqdır, bir sürü mala qaraya baxın. Mən də qoçaq olduğuma görə mən də təkəm. Xoşbəxt olmağa gəlmişəm deyəcəm. Kızınız məni görüb deyəcəm. Ha. Əmi, kızınız da məni görübdür. Özüm Sən də ki... qızımı görmüsən? Yox, amma öndəki keçmişdi biz dədə baba qaydasında yaşayırıq da. Gəlmişəm baxmağa da həm də. Bəyənməsən necə olacaq? Bəyənməsəm dala qayıdacam bir də. Nə işlə məşğulsan belə? Mən özüm qardaş, Qardaş o əmi. hə, mən özüm əmi 10 il poçt işləmişəm, oxumuşam, ali təhsilim də var. Belə sonra TikToka girdim. Biraz TikToka girdim. Müdür mənə dedi ki, TikToka girim nətər nazlanır. Kimdən zanır? Orada yazdılar ki, nətər haqqı nazlanmır Orxan, əmi. Davam elə Babək. Hə. Belə əmin poçt işləyirəm və salam. Belə poçt işləmə TikTok yerəmdir. Maaşım oradandır. Girirəm, kimsə mənə hədiyyə atır, mənə də pul olurdu. Oturur orada balansımı çıxardıram, elə deyəcəm. Hə, sonra. Sonra de. Kimdən qarşın? Mən kimdən qalıram? Tək qalıram. Bir dənə lilim var, kotim var, ponim var, bir də ponçikim var. Nə deyir bu? Bir dənə lilim var, potim var, Hə, kotim. potin. İtim də yəni tak onlarla gecə yatanda pişiyimlə yatıram. Elə sən mən bunu soruşasan ay əmi. Qız bir məni danışdı da görsəyəm, bambuluyam, nə deyəm. Elə deyəsən kimdən qalırsan? Bilim də sən Bir kimdən qız versən qalırsan? da mənə qız versən, bir maraqlan da məndən. Bir görüm hələ bir kimdən qalırsan? Bir qız qaynanayla qalacaq, qaynatayla qalacaq. Yo, tək qalacaq. İndiki qızlar qaynanı ilə qalmağı Sənin sevmir. qızının başına talih quşu qonu be. Nə qonu? Sənin qızının başına talih quşu qonubdu. Hanı quş? Qaynana yox, baldız yox, qaynata yox. Yev enlənəcək, nə qaracaq? Bir elə deyəcəm, ay əmi, həyatımda hindişka yoxum, ördəyim var. Yev enlənəcək. Qarşanı yox, bir şeylərini yox. Özdəki rayon kimi yerdə də çox gözəl də yerdə qalıram. Talih quşu qonu. Və indidən heç mənə maraqlanma, soruşmamış eləməmiş də mən verdim, getdi. Sən bir özünü tərpədə bilirsən. Mən sənin nəyə bir qız Niyə verirəm? tərpətmirəm ki? Niyə tərpətmirəm ki? Hə. Bir özünə baxmıza ay yuvasına oxşayır. Bir başınız adı. Yo, niyə baxıram? Valla deyir, çox da gözəl, ağappaq, simpatik, qəşəng, dodağı qıpqırmızı. Heç valla ağappaqda dodağı, sən nə gün desən ki, çopurlu şeysən. Bəs kim çox? Valla niyə? Nə olub ay əmi? Mən sənin kimi effekt qoymamışam. Qaşım, gözüm, burada effekt qoymaq olmur. Qaşım, gözüm, saçım cur. Bizdəki nədir? Krantdır. Bizdəki də qaşdı da. Qulaq as. Eşit. Babək müəllim. Hə. Ben bir de buradaki suallara bak. Bəs sən reklamlara zadlara Sabah gedirsən. TikTok bağlandı, nə edəcəm? Sabah TikTok bağlandı, deyil ha? Deyil? Basacağım qaza, tutacağım Yevlağa. 3 tane adam apart düşürəcəm Yevlağa, Yevlağdan da götürüb düşürəcəm, bərdi. Çörəyimi qazanacağım. YouTube'da vloglar çəkəcəm. Və deyirlər sən 20-nə sürürsən maşını. Olsun ki sürəm, zaten sağa gedib çıxıram mı? Sibelcanla hamısını qoy, və axşam da gəzəcəyik. Qızla, mənim qızımla. Sənin qızınla. Nədir, siz məni bəyənmirsiniz ki, ayəm, elə də danışırsınız ki. Nə olur ki, İçki içmirəm, paprot çəkmirəm, piv içmirəm, çayxanaya gedib damını oynamıram, nərtaxta oynamıram. Bütün gün evdəyim.
TikTok'dan başqa məşğuliyyətin yoxdur. Yo, TikTok'tan başqa məşğuliyyətim. Bir də toyuğun düzəyinə başımı qatıram. Vermək olar ya. Prosta bir sənə söhbət nədir? Qohum əqraba deyəcək ki, tapa bir dənə bambolin tapın qızıl verməyə. Bax o söhbət. Sen danışmaya, bambulunu yollama, Allah eləməsin. Bambulunu yollama. Videolarıma görə deyirəm, xətrə dəyməsin. Ay uşaq, videolarıma görə. Yəni videolarda biraz şey düşürsən də ona görə. Nədir, kökəm dayına? Bir dənə də videon çıxıb qabağıma yağışda yıxılırsan, hep belə paçavar alırsan, şort qıncırılır. Yağışda yıxılmışam. Yağışda. Ördəklərə su verəndə yıxılmış olaram. Mən yağışda yıxılmaram. Hadi su basmışdı həyəti. Nahar məyağım sürüşdü, yıxıldım. Onu hamı yıxılır da, na? O videolarda da qohumlar adamın qabağına qoyur ki, O olsun, da tadı baxıb güləcəkdi. Mən də deyirəm, nəyə deyirsək. Tadı baxıb güləcək. Xalat da var qırmızı. Nə hansı xalat? eşit. Nə gülsən ki, ay? Nə gülürsüz? Başqa şeyə gülüm. Qulaq Hmm, Babək müəllim, bəli. nəsə bir bizneslə məşğul olmaq istəyirsiniz? Vallahi nə bilim. Nətər olun biznesinə? Yəni bu TikTok'dur da bu gün var, sabah yoxdur. İndi sabah da sən taksidə işləyə bilmədin. Altında bir 1000 manatın, 2000 manatın, 3000 manatın varmı ki sən sabah üçün bir dənə bizneslə məşğul olasan? Ən azından bir dükan açıb işlədə biləcəksən, bir paltar satasın, eləyəsi. Niyə satmıram? Geyini və enimə gülüb güzün qabağında reklamlar eləyəcəm. Sən belə geyinməkdən sənin razmerin çətin olar. Sənin razmerin biraz çətin məsələdir. Yaxşı da versən, vermirsən. Mən də fikirləşməliyəm. Bizim də nəsin ağsaqqalları var. O boyda yox, Bərdadan basıb Cəllabada gəlmişəm. Mənə qız verməyəsən. Yəni sənin qızımı görməmisən. Bəlkə mən qonşudan bir qız gətirib göstərsəm ki, ey becərin birin budur. Necə olacaq? Bir adam bir görər eləyərlər. Sən Allah görməmisən o qızı. Sənə at verəm Allah. Yox. Cəmaət görmədiyindən heç gedib çay içmir. Dirənir ki, şəkil at ki, birdən başqa cinsiyyətdən biri. Tamam tamam, dayı kızı vermə. Sağ verəcək be, hay. Sağ verəcək qızın elde danışılan ki, dayı kızı vermə. Niyə vermə, mənə verəcək də. Sən qızın o zaman vermərsən. Bilirsən ki, yağla balda yaşayacaq. Bu. Qoyundu bu, xalandı. Ha. Sən üçün alır da. İndi hara gedirsiniz? İndi deyək, pazarlığımı aldım qardaş, gedirəm evə, şirincanın qoyun pendir yiyəcəm. Bayaq çolpa yedim, daha axşı nə yiyeyim ayrı. Biraz da PK'li pul qazanacağım. Sonra qızınıza da nişana vaxt istəyirsinizsə taxaq. Böyüşlə, səl gəlib, bu da mərfətdə danışdım. Meybelim var. Bu isə Belarusiyanın. 3 dənə. Nə deyirsən səy? Yo, da o məndə yox da, yəni deyirəm ki, şeydir, 80 saniyə. Əmi deyirsən, əmiyə səy deyirsən. Şey dedim ki mən. Hər evdə şivabra var. Şivabra bilirsən də nədir? Bax sən bu danışığınla səni şivabra ilə çırpıb tullayarlar bayra. And Allaha. Belə qız Emini sənə qatacaqlar. Yetim də gedəcəksən Badıva. Sənə də Eminə. Ha. Что ты? Что? İndi nə deyirsən, verdim, vermirsən? Bax. Sənə çox tutmayım. Ümumiyyətlə deyirəm. Vermirsən? Nəyi vermirəm? Qızını. Mən də səni araşdırım da görüm bilsən kimsən, nəçsən. Nətər məni cəmaət tanıyır, nətər araşdırırsan ki? Mən də tanımırsam, amma sən onlayn tanıyır da. Bir mən gəlim sənin bir kəndi və... Elə danışdın ki, Safapçı mən duras.
Dur Emin dur. Şey. Emine Bazı bilirsən ne var? Öyle danışırsan ki ne oğlum ben ali təhsilli sabattı. Vermirsən vermə. Mən kız yoktu. Akşama kimi telefonlarım dayanmır. Direktim darım dağım dağılır. Bu kızın o kızın elinden. Ha. Azı kimə dedin? Aa, ne tarafı kime dedim? Dur az deyirsən. Azı kimə dedin? Emine. Az yok da yanı derim dur dayanı dur az. Tükübəndi ya bu Allah haqqı. İşte ben danıştım çıkıram sen Allah. Bundan heç bir mümkün deyil ki bundan hansısa Allah bir olsun qız o Qurana qorxan. Bilirsən ki kızı mən balla yağda yaşatacağam. O Allah bilirsən ki məndən nə tür arva saxlayan olar. Qurana qeyrət danışma. Sən ailəyə baxarsan, sən ki razı deyiləm. sən ki yığımcılsan, sən ki evə baxarsan, sən arvada da baxarsan. Mən onu bilirəm. Və Allah baxarsan haqqı da bilirəm. arvad nə istəyir? Ona şübhəm yox. Məsələn görürsünüz ki ay qızlar arvad nə istəyir? Nə istəyir? Sevgi, qayğı, xaladan iki tıplı təpli dolu olsun. Dedim Allah haqqı. Aş olmasın, əyninin paltarı olsun. Dedim indi quşdadır. Hə. Allah sənə könlüncə birini qismət eləsin. Allah səni xoşbəxt eləsin. Da sən nə deyim? İnşallah ürəyincə birini həqiqətən ürəyindən arzulayırsansa, ürəyincə birini tapıb İndi söz deyirəm. İndi toyumuz Bakıda olacaq da gəlməyəsən. Deyəcəklər ki, bəyin toyları dostları oynasın dursun. Gələrik, niyə gəlmirik ki? Ha, oynamalısın Sami, bəyin dostu. Deməsinlər ki, bəyin dostu yoxdur. 3-4 nəfər özündən oğlan gətir. Bəyin dostları deyəndə dursun oynamağa. Nəyə gəlirəm? Futbola gəlirəm mən. Toy özüm gəlirəm. Bəyin dostları. Mənim elə dostum yoxdur axı, biləm, bəyin dostları. Papa Ceyhun, mən, hamısı gələcək. Kimlə danışmırsa hamısı gələcək. Bu şad gündür, bu xoş gündür. Heç kimin xoş günündən qalmaz. Mən belə düşünürəm. Hə, uşaqlar. 6000-ə yaxın insansınız. Həqiqi gələsiniz. Gəl, onu necə qoya bilərik? Həni, yoxunu. Qoya bilirsən? Ha, qoyuram. Dənki şeyə. Hara? Bax, bir dənə gözlə, bax. Bax, gələnlər, amma kişi kimi ya. Kişi kimi, ha, uşaqlar, hə, kişi kimi. Gələnlər deyəcək, hə. Gəlməyənlər yox deyəcək, yaxşı? Gələnlər gülməyə basacaq, gələnlər gülməyə basacaq, gəlməyənlər ağlamağa basacaq. Gələnlər gülməyə basacaq, qoy. Qoy da sən qoymalısan. Hardan qoyum o? Danlı yiyəsi sənsən. Rafiq yazır. Kirə! Yox, dən görə indi. Mən sənə mod verim, sən elə də. Yox Ay qardaş, gir o şeyə, effekt koymaq yerinə gir, orada şey var. Hə, deyən, effekt, güzəlləşdir, panola, arka plan, çıxartma. Anket, hızlı anket. Şeye bas, orada okçumu bas o şeyi. Hə, bastım. Ha, orada hızlı anket var anket. Deyir Vəfa Rəcəbli də mən də çox. Hamısı da gələcək. Yox da kişi də olmalıdır ay Vəfa xanım. Dur, deyəcəklər ki, indi bəyin dostları tamada çalacaq ki, bəyin dostlarını gözləyirik oynamağa. Buradadır ya. Anket koy. Anket koy. Hə, ağlamaq mı gəlməkdir? Gülməkdir, ağlamaq, gülmək gəlməkdir, ağlamaq da gəlməməkdir. Çıxartma anketi nədir? Çıxartma o şey, yəni smaylikli. Hə, da smalikli. Hızlı anketi qoydan ha. Hızlı. Hə. Hızlı, hə. Hə, 1, 2, bax gələnlər. Gülməyə basacaqlar, gülməyə basacaqlar, hə. Bax, düz basma söz var ha. 1, Düz basın uşaqlar sən canlı olar. Get düz. Getdik gülməyə görək. Əziz xalqım. Ağlamayan, gəlməyənlər ama. Yetimizi qaraldı. Gəlməyənlər ağlamağı bassın. Gələnlər də gülməyi. Gülmək keçin. Bu nə? Ay mama, 300 neçə nəfər gələcək. Ay gün neçə nəfər gəlmir. Gəlməyənlərə bax, uca az qalıb bir vaxtda. Oy da 500. Dörd nəfəri gələcək. Sonra diş bütün tutarını 200 nəfər yığamır. 400 nəfər gəlir. 400. O rəydi o. O rəydi xəbərim var. Neçə dəqiqə qaldı? Ala.
582 nəfər gəlməyəcək, 430 nəfər gələcək. Get. Gedirəm. Ay izləyicilər, mən gedirəm. Orxanın səhifəsini takip atarsınız. Mən səni bura çağırdım, bildin də. Yəni səni narahat elədim, üzürü say. Vallahi sən işindən gücünü eləmək fikrim yoxdur. Sadəcə olaraq məcbur qaldım, çağırdım. Allah'a əmanət ol. Öpürəm sizi. Gedirəm canlaşmağa. Yaxşı. Gələrsiniz. Gedər. Çox sağ olun. Yaxşı ki varsınız. Sağ ol. Sağ olun. Sağ ol sən daha Orxan. Gəlmişəm. Gəlmişəm. Gəlmişəm.